Çində yenicə istifadəyə verilmiş uçan taksi İHəng. Bəli, bizdə də uçan taksi var, amma nə isə bu haqda heç nə deməsəm yaxşıdır. Ən yaxşısı siz yazın. Çindəki uçan taksi yaxşıdır, yoxsa bizdəki? Bu maşın suda batmır. BYD Yangwang U8. Bəli, iShowSpeed bunu da test edib. Əsl bizlikdir vallah. Düzdür, naşükürlük kimi olmasın, uçan taksimiz var, amma suda üzə bilən maşınlarımız hələ ki yoxdur. Bu texnologiya 100% bizə də lazımdır. Özdə ki bu günlərdə lap çox ehtiyacımız var. Bizə ən çox lazım olan uçan və suda batmayan maşın testindən sonra iShowSpeed yemək sifarişlərini çatdıran dronla yemək sifariş verib. Düzü bu dronlardan da bizə lazımdır, amma onda da cavanların yarısından çoxu işsiz qalacaq. Elə ona görə də bu olmasa daha yaxşı. Bizdə isə ötən gün bir nəfər TikTokda tapdığı bu iki falçının kartına 500 manat pul göndərib fala baxdırmaq istədi. Təbii ki 500 manatı göndərən kimi falçılar həmin şəxsi bloklayıb aradan çıxıblar. Başqa nə gözləmək olardı ki? Biz bu günlərdə Bakıda yağış və sellə mübarizə apararkən baxın görün Çin necə bizdən ən az 50 il qabaqda yaşayır. Dünyaca məşhur bloger iShowSpeed 10 gün öncə Çində idi və bu texnologiyaları bir-bir test etdi. Bəli, o dronların şousuna da qatıldı və bu işıqlı və möhtəşəm səhnəyə heyran qaldı. Və sonda isə o Çinin döyüşə bilən və rəqs edə bilən robotu ilə bolca vaxt keçirib əyləndi. İzləyiciləri isə deyirdi Amerikaya qaydanda Trump həmsə onu sürprizlərlə qarşılayacaq. Amma hələ ki ortada bir şey yoxdur. Bəli, bu video biraz 2025 Azərbaycanda inkişaf və isə xaricdə inkişaf videosuna bənzədir. Amma nə deyim, ümid eləyirəm ki bu texnologiyalar bir gün bizə də çatar. Məndən güclü nə səsi çıxardan yoxdur. Hələlik sağ olun, salamat qalın.